Salam əziz dostlar, bu videonu diqqətlə izləyin və maksimum paylaşın. Mart ayının 17-si 2025-ci il tarixdə 3 rəfiqə yetkinlik yaşına çatmayan 14-15 yaşında 3 rəfiqə aşağıda. Bax bu şəkillərini gördüyünüz qızlar Dadaşova Mədinə Kamil qızı, İnci Araz qızı Hüseynzadə və Ofeliya Xudaverdiyeva evdən çıxmış və bir daha geri qayıtmamışdılar. Valideynlər onların telefonlarına zəng çatsa belə cavab vermədiklərini bildirirlər. Mədinənin anası bizlə əlaqə saxladı və onların Əli adında bir oğlanla birlikdə Xırdalan, Abşeron rayonu Xırdalan şəhərində bir evdə qaldığını bildirir. Əlinin səs yazıları təqdim olunub bizə. Həmin o əlinin də şəklini biz indi göstəririk. Görürsünüz siz əlinin də şəklini. Bu gənc həmin qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi ilə bağlı anaya səs atıb. Biz bununla bağlı Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla işləyən şöbəsinə, yəni iş üzrə şöbəsinə də məlumat vermişik. Bu qızları görənlər mütləq Daxili İşlər Nazirliyinin 102 xidməti ilə və səhifəyə qoyduğumuz nömrə ilə əlaqə saxlasınlar. Diqqətiniz üçün çox sağ olun.